Değerli dostlar, son dəqiqə xəbəri nəzərinizə çatdırmaq istəyirəm. Masalda yeni məktəb binası tikiləcək. Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bir sıra təhsil müəssisələrinin yenidən qurulması və tikintisi planlaşdırılır. Bu çərçivədə Masallı rayonunun Xırmandalı kəndində yerləşən Xıdır Məmmədov adına 792 şagirdlik yeni tam orta məktəbi binası inşa ediləcək. Layihə smeta sənədlərinin hazırlanması artıq Elm və Təhsil Nazirliyinin təsərrüfat hesabla əsaslı tikinti və təsisat idarəsi tərəfindən həyata keçirilir. Yeni məktəb binasının tikintisi regionda təhsilin yaxşılaşdırılmasına, şagirdlərin daha müasir və rahat şəraitdə təhsil almasına imkan yaradacaqdır. Qeyd eləyək ki, məktəb hal-hazırda yararsız vəziyyətdədir. Nəzərə çatdırmaq istəyirəm ki, Elm və Təhsil Nazirliyi bununla bağlı artıq məlumatı bütün informasiya portallarında yaymışdır. İnanıram ki, daha yeni bir məktəb həqiqətən Xırmandalılar üçün daha da yaxşı olacaq. Diqqətinizə görə təşəkkür edirəm.